Salam dostlar, necəsiz? Çoxdan da çiğ köftə istəyirəm. Qərara gəldim ki, evdə özüm hazırlayım. İndi ChatGPT-nin verdiyi reseptlə çiğ köftə hazırlayacağıq. Bizə lazımdır 2 stəkan təzə bulgur, 1 stəkan qaynar su əlavə edirik. Bunu ağzı bağlı 10 dəqiqə gözlədirik. 1 ədəd orta boy soğanı götürüb doğrayıram. Doğradığım soğanları bulgurun içinə əlavə edirəm. 2 xörək qaşığı tomat pastasını, 2 xörək qaşığı acı biber pastasını əlavə edirik. 1 xörək qaşığı nar şərab, 3-4 xörək qaşığı zeytun yağı, daha sonra 1 çay qaşığı duz, 1 çay qaşığı qara istiot, 1 çay qaşığı qırmızı toz biber, 1 çay qaşığı cirə və yarım limon. Reseptdə cəfəri də var idi. Mən amma cəfəri xoşlamadığıma görə onu əlavə eləməyəcəm. Bunların hamısını blenderə əlavə edirəm. Bir qəşəng burada yoğurmaq əvəzinə burada əzəcəm. Hazır. Tamına 1 saatdan sonra çiğ köftələrimiz hazır. Və budur. Çiğ köftələrimiz hazır.